Bu dünyada sıxıntısız bir həyat arzulama. Bizim gözəl günlərimiz uşaqlıq illəri ilə bərabər çıxıb getdi. Hətta çox insan elə uşaqlıq illərində əziyyət içində bir qarnı ac, bir qarnı tox böyüdü. Amma hər nə olur olsun, bizlər artıq böyümüşük və indi biz bu çətin həyat ilə mübarizə aparmaq məcburiyyətindəyik. Əslində həyatı bizlər üçün çətinləşdirən kimlərdir? Bizi yoran, bizi sarsıdan hallar nələrdir? Biz bu haqda düşünəndə bunun cavabını tapa bilirik. Biz görürük ki, həyatı bizlər üçün çətinləşdirən, dünyada özlərini doğru düzgün apara bilməyən, bu fani dünyanı sevib axirəti unudan insanlardır. Bir-birləri ilə var dövlət uğrunda yarışan bu insanlar, sanki Allah yer üzündəki neymətləri yalnız bunlar üçün yaradıb, sanki bu dünyanın hökümranlığı bunların əlindəymiş kimi öz həva həvəslərinə uyğun həyat yaşayırlar. Var dövlətin keçərli olduğu bu dünyada, varına, dövlətinə güvənib insanları əzirlər, insanları küçümsüyürlər, haqlar tapdalanır, ədalətsizlik baş alıb gedir. Lakin bilmirlər ki, var dövlət yox, Allahın razılığını qazanmaq lazımdır. Əgər o var dövlətindən kasıb insanlar üçün xərcləmirsənsə, sənin Allaha təslimiyyətin yoxdursa, sən özünə atəşini daha da şiddətləndirmək üçün odun toparlayırsan. Və yaxud bizi yoran digər insan qismləri kimlərdir? Cəmiyyətə pis nümunə olan insanlar bizi mənəvi olaraq çox yorurlar. Nə qədər soyuqqanlı olmağa çalışsaq da, baxırsan ki, vəhşiliklər o qədər baş alıb gedib ki, artıq qəlb bunlara tab gətirə bilmir. İnsan insanı vəhşiliklə öldürür, insan insana dəhşətli əziyyətlər verir. Bir toplum insanlara baxırsan, qisas istəyirlər, öldürən adam üçün bəddualar edirlər, Allah səni rəzil etsin, həlak etsin deyirlər. Lakin qəribəsi burasıdır ki, üzərindən bir müddət ötdükdən sonra vəhşiliklə öldürülən bir qadının, uşağın və ya bir kişinin fərq etmir. İşgəncə ilə, zülm ilə öldürülən bir insanın ölümünün üzərindən bir müddət ötdükdən sonra bu insanlar dedikləri sözləri, keçirtdikləri hissləri unudurlar. Onlara qisas Allahın dinində sabit olan bir məsələdir. Allah Azza və Cəllə qisasda sizin üçün həyat var dedikdə, həmən vaxtı cana can, qana qan deyən insanlar Allahın bu ayətini qəbul etmirlər. Çünki onlar bunu Allah üçün yox, öz nəfsləri üçün istəyirlər. Nə qədər ki, nəfsi istəklərinizlə yaşayacaqsınız, nə qədər ki, Allahın şəriəti bir kənara qoyulub, onun hökmləri tərk ediləcək, elə isə bilməliyik ki, bu zülümlər, işgəncələr bitməyəcək. Vəhşiliklə adam öldürən bir cinayətkarın canını yox, onun azadlığını əlindən almaqla bu ölümlərin qarşısını heç kəs ala bilməz. Zinakarlar rahat şəkildə zinakarlıq edəcək, içki içənlər rahatlıqla içki içib sərxoş olacaqlar. Sərxoş olan bir insan cəmiyyət üçün necə faydalı bir insan ola bilər ki? Bu adam çöldə bayırda dava-dalaş salacaq, evə gedərkən zövcəsini döyəcək, hətta ağlı başından gedən və bu halda anasına, atasına əl qaldıran bir insan üçün zövcəsini, uşaqlarını döymək əlbəttə ki, adi bir haldır. Bu adam üçün həyat yeyib içməkdən, haramla bəslənib tüfeyli ömür yaşamaqdan ibarətdir. Bu adam nə bilsin ki, uca Allah qadınları kişilərə əmanət olaraq verdi. Allahın əmanətinə sahib çıxa bilməyən, onunla doğru düzgün rəftar etməyən, ata-ana haqlarını qorumayan, övladlarına İslam tərbiyəsi verə bilməyən bir insan əlbəttə ki, bu cəmiyyət üçün bir fayda sağlaya bilməz. Narkomanlıqla məşğul olan insanlara nəzər salaq. Bu insanların çoxu elə bir həddə gəlib çatır ki, anasının, atasının pensiya pulunu oğurluyur, bununla yetinmir, gedir qohum-qonşunun həyətindən oğurluq edir, oğurladığı əşyanı dəyər dəyməzinə satır, əlində etdiyi pulla narkotik alır. Yəni, nə olur olsun, bu adam üçün fərq etmir, yetər ki, bu bəlaya bulaşan bu insan bir yolla ağrıdan çıxsın. Yaşadığımız cəmiyyətdə az qisim istisna insanların çoxu zəlil durumdadır. Bu cəmiyyətdə insanın həm özünü qoruması, həm də övladlarını qoruması çox çətinləşib. Ətrafımızdakı insanlara nəzər salsaq, görürük ki, pozğunu var, oğrusu var, narkomanı var, fırıldaqçıları var,
iftira atanları var, üzə duranları var, hər cür əxlaqsızlıqla məşğul olanı var. Yəni bu cəmiyyət içində hər cür insan var. Allah müsəlmanları fitnəyə düşməkdən qorusun. Onları bu azmış cəmiyyətdə baş verən pisliklərdən qorusun. Qəlblərimizi hər daim iman üzərində sabit etsin. Etdiyimiz, edəcəyimiz günahları bağışlasın. Bizlərə salih övladlar böyütməkdə yardım etsin. Allahümmə əmin.